Sana ait bir mesele değil bu. Resminle benim aramdaki bir durum seni ilgilendirmez. Ben senin resmine aşığım. İyi ama aşık olduğun resim benim resmim. İşte ben de buradayım, söyleyeceklerini dinlemeye geldim. Resmin sen değilsin ki. Resmin benim dünyama ait bir şey. Ben seni değil, resmini tanıyorum. Belki sen benim bütün güzel düşüncelerimi yıkarsın. Dostoyevski dünyaca məşhur yazıcı, hətta bir baxıma filosofdur. Yazı və düşüncələri o qədər dərindir ki, Sigmund Freud, Nietzsche kimi böyük insanları dərindən təsirləndirmişdir. Cinayət və Cəza, Karamazov qardaşlar, Yer altından notlar kimi əsərləri olduqca məşhurdur. Bu əsərlər dərin məna və fəlsəfi at mətnə sahibdirlər və bu xüsusiyyətləri ilə oxuyucuları təsirləndirmişdir. Dostoyevskinin əsərlərində biri var ki, mənə görə öz layiqli yerini tapmamışdır. Bu da Dostoyevskinin Beyaz Gecələr əsəridir. Əsər romantik janr örnəklərindəndir və platonik eşq konseptində sayılır. Amma təbii ki, bu əsərə fərqli gözlə baxacağıq. Klassik qarşılıqsız eşq motivindən fərqli, bu əsəri bəlkə də Dostoyevskinin ən çox sevdiyinin əsərlərindən biri edəcək bir gözlə. Hekayəmiz baş qəhrəmanımız həm də hekayəni danışan xəyalpərəstin Sankt-Peterburg küçələrində gəzintisi ilə başlayır. Xəyalpərəstimiz yalnızdır. Bu yalnızlığını sosiallaşmaqla deyil, xəyallarla dəf etməyə çalışır. Gəzinti zamanı xəyalpərəstimiz ağlayan gənc bir qız görür. Qız bir kişi tərəfindən narahat edilərkən xəyalpərəst onu qoruyur və beləcə tanış olurlar. Çox romantik bir tanışlıqdır. Gerçək həyatda bir çoxları roman ya da filmlərdəki kimi bir tanışlıq hekayəsi arzulayır. Başqalarına böyük həyəcanla danışa biləcəkləri, insanları heyran qoyacaq bir hekayə. Amma əsər irəlilədikcə görəcəyik ki, tanışlığın əzəməti bəzən çox cılız qala bilər. Əsərin sonunda nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Qızın adı Nastenkadır. Nastenka xəyalpərəstə dostca davranır, amma ona tam güvənmir. Ancaq içində bir yerlərdə ikisinin də yalnız olduqlarını və bir-birlərini anladıqlarını hiss edir. Xəyalpərəst Nastenkanı evinə ötürür və sabah yeni görüşmək istəyir. Nastenka etiraz etmir, fəqət bir şərti vardır. Amma baxın, bir şərtlə gəlin. Sizdən istədiyim birinci şeyə riayət edin. Görürsünüz ki, açıq danışıram. Mənə aşiq olmayın. Bu imkansızdır, əmin olun. Dostluğa hazıram, budur. Sizə əlimi uzadıram. Ancaq aşiq olmaq imkansızdır. Xahiş edirəm. Xəyalpərəst bu təklifi qəbul edir. Amma təxmin edə biləcəyimiz kimi bu çox mümkün bir şey deyildir. Çünki insan beyninə hökm edə bilər, ancaq qəlbi tam bir asidir. İkinci gecədə xəyalpərəstimiz Nastenkaya və bizə öz iç dünyasını açır. Eşqsiz, yalnız bir həyat sürdüyünü, xəyallarında xoşbəxt ikən reallıqda çox yalnız hiss etdiyini ifadə edir. Nastenka da qarşılıq olaraq özünün də çox yalnız olduğunu və bir sirri olduğunu deyir. Aralarındakı bağ get-gedə güclənməkdədir. Üçüncü gecədə Nastenka nəhayət öz sirrindən danışır. Nastenka nənəsi ilə birlikdə yaşayan və nənəsinin daim nəzarətində qalan bir qızdır. Çölə çıxdıqda belə nənəsi ilə birlikdə çıxmağa məcbur olmuşdur. Bir gün alt mərtəbələrinə bir kirayişin köçür. Köçən adam gənc, yaraşıqlı biridir. Nastenka ilə bir-birlərinə vurulurlar. Nənəsindən gizlicə görüşüb danışırlar. Hətta adam Nastenkaya evlənmək vədi verir. Bir gün adam böyük yazıcı olmaq ümidi ilə Moskvaya yolu düşəcəyini, oradan məktub yazacağını deyir. Mütləq qayıdacağına da söz verir. O gündən bəri Nastenka onun yolunu gözləyir. Ancaq nə məktub, nə də xəbər vardır. Xəyalpərəstimiz Nastenkaya olan eşqini içində tutur. Ona dəstəkləyir və motivasiya verir. Amma içində dərin acı hiss edir. Çünki Nastenkanın başqasını sevdiyini anlayır. Bu anlatıma bir də Jacques Lacan'ın eşq teorisi ilə nəzər salaq. Lacan'a görə eşq subyektin əksiklik vəziyyətindən qaynaqlanır. İnsan bir əksiklik hiss edir və bu əksikliyi başqası vasitəsilə doldurmağa çalışır. Eşq sahib olmadığımızı düşündüyümüz şeyi başqasına verməkdir, deyir Lacan. Yəni insan əksik olduğu şeyi sevdiyinə əks etdirərək ona məna yükləyir. Lacan'a görə
insan mənliyi dil və cəmiyyətlə formalaşır. Böyük özgə fərdin məna dünyasını belirləyən xarici qapı, yəni dil, cəmiyyət və onların adətləri olaraq görür. İnsan aşiq olduğu şəxsdə özünü tamamlanmış hiss etmək istəyir. Amma bu heç vaxt tam olaraq reallaşmır. Çünki əksiklik həll olunmamış, sadəcə dəf olunmuşdur. Lacan eşqin narsistlik yönünü də vurğulamışdır. İnsan sevdiyi tərəfindən tanınmaq və arzulandığını bilmək istəyir. Aşiq olmaq özümüzü özgənin baxışında görmək və kimliyimizi onun üzərində inşa etməkdir. Ancaq Lacan eşq və arzu arasında bir ayrım edir. Eşqin idealizə edilmiş bir bağlantı olduğunu, şuuraltı və tətmin olunmaz bir impuls olduğunu deyir. Eşq simvolik olanla, arzu gerçək və xəyali olanla bağlıdır. Buna əsasən də biz hər zaman qarşımızdakı şəxsə yox, onun bizdə yaratdığı xəyala aşiq oluruq, deyir Lacan. Eşq bir mənada özümüzü özgədə var etmək çabasıdır. Ancaq bu əsla tam olaraq gerçəkləşməz. Çünki aşiq olduğumuz insan bizim içsəl əks etdirmələrimizlə doludur. Buna görə də onu olduğu kimi deyil, öz baxış bucağımızla görürük. Lacan'a görə eşq bir yanılsamadır. Ancaq insan varoluşsal baxımdan bu yanılsamaya möhtacdır. Əsərin son gecəsində xəyalpərəstimiz və Nastenka yenidən görüşür. Artıq Nastenka sevgilisinin qayıdacağı barəsində ümidsizliyə düşmüşdür. Xəyalpərəstimiz ona təsəlli verir və ona aşiq olduğunu sözaltı olaraq deyir. Duygusal bir an yaşanır, tam sarılacaqları anda heç gözləmədikləri bir şey baş verir. Nastenka'nın sevgilisi görünür. Nastenka heç tərəddüd etmədən xəyalpərəsti buraxıb digər adama tərəf qaçır. Xəyalpərəstimiz böyük acı yaşayır. Ancaq əlindən bir şey gəlmir. Xoşbəxtlik arzu edərək oradan uzaqlaşır. Həqiqətən üzülməmək əldə deyil. İnsan bir anlıq donub qalır. Bu qədər şey sonra insan ən azından bir tərəddüd edər deyə düşünürük. Ancaq eşq, Lacan'ın da dediyi kimi, özünü özgədə tapmaq istəyidir. Bu özgədə təəssüf ki, xəyalpərəstimiz deyil, digər adam idi. Sabahı gün Nastenka ona bir məktub yazır. Ona təşəkkür edir və onu sadəcə bir dost olaraq dəyər verdiyini deyir. Xəyalpərəstimiz yenə yalnız qalmışdır. Yalnızlığının tək çıxış yolu Nastenka ilə olan xatirələri və xəyallardır. Sən bu sözlərin mənə necə təsir etdiyini bilsəydin, belə sevgidən bəzi vaxt ürək buz kimi soyuyur və dözülməz bir ağırlıq altında əzilir. Sənin əlin soyuqdur, mənim əlim isə isti od kimidir. Nə üçün sən bunu hiss etmirsən, Nastenka? Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birinin necə də ağır təsir edirmiş.